Hüseyin qardaş, əssalamu aleykum. Aleykümselam ve rahmetullah. Peyğəmbər Əfəndimizin həyatından ən təsir edən hadisə. Veda xutbəsi. Ən təsir edən hadisə onun Taifdə daşlanması. Təsir edən hadisə odur ki, Allah Resulü sallallahu aleyhi ve sellemin 7 dənə övladı olub. Onların bircə dənəsi o gündən sonra dünyasını dəyişib. 6 övladın 6'sını da öz əlləri ilə qəbrə qoyub. Həqiqətən bu çox təsir edici, acı verici bir hadisədir. Biz xırda bir şeyə təsirləri, xırda bir şeydən özümüzü dağa daşa vururuq. Allah Resulü sallallahu aleyhi ve sellem 6 dənə ciyər parasını əlləri ilə qəbrə qoyur və bu onun üçün bu çox təsir edici bir hadisədir. Ələkbər müəllim, əssalamu aleykum. Aleykümselam ve rahmetullahi ve berekatuhu. Peyğəmbər Əfəndimizin həyatından ən təsir edən hadisə sənə. Yani onun hayatın her bir anı birbirinden daha ibretli olduğu için hiçbirini birbirinden seçe bilmirəm. Ben Allah Resulü sallallahu aleyhi ve sellem sevirəm. Elə bir ayrımçılıqda elə bilmirəm. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Taifə dəvətə getməsi və orada uşaqlı və yaxud da gəncli bütün insanlar Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin daşlayırlar və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Rəbbinə deyir ki, ya Rəbbim, onları bağışla, onlar həqiqəti bilmirlər. Yəni bu həqiqətən, yəni orada Peyğəmbərimiz onlar üçün dua istəyir, Rəbbinə dua edir, deyir ki, Rəbbim onları bağışla, yəni daşlanmasına rəğmən, bütün bədənləri qanamasına rəğmən deyir ki, Rəbbim onları bağışla, onlar həqiqəti bilmirlər. Yəni bu da onun necə bir mərhəmətli, rəhimli olduğunun bir göstəricisidir və İslam dininin də kökünün mərhəmət və rəhmət üzrə qurulduğunu da göstərir. Hadisə deməyim də, yəni son ölmə yaxın vaxtda ümmətim deməsi, yəni bizi xatırlaması. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həyatında ən çox təsir edən şey Peyğəmbərimizin bir gün əshabı ilə oturduğu zaman mən qardaşlarım üçün darıxmışam deməsidir. Səhabə də ey Allahın Rəsulu, biz sənin qardaşların deyilmiyik, yəni sənin ətrafındayıq, sən darıxmışam deyirsən deyə təəccüblə sual verir. Allah Rəsulü sallallahu əleyhi və səlləm də deyir ki, siz mənim əshabımsınız, mənim qardaşlarım məni görmədən mənə iman edənlərdir deyir. Bu mənə ən çox təsir edən bir şeydir. Mesela Allah Resulü sallallahu aleyhi ve sellemin de hayatı bizim üçün örnəkdir, təsirləndi. Çətin çəkirəm, nəsə xüsusi bir şey demək, amma ən təsirlənənlərdən biri də ki, o ki, Allah Resulü sallallahu aleyhi ve sellem digər bir nəfər adı yadından çıxıb unutmuşam, amma digəri Həzrət Ömər radiyallahu anh idi ki, dua eləmişdi o iki nəfərdən ən az birinin iman etməsi üçün. Əbu Cəhlindən Həzrət Ömər. Əbu Cəhlindən Həzrət Ömər radiyallahu anh. Sallallahu aleyhi ve sellem Hud surəsində demişdi ki, o ayə yenəndə saçlarımın ağardığını hiss etdim. O məni çox təsirləndirdi. Allah Resulü'nün bütün 23 illik peyğəmbərliyi zamanında bütün həyatı təsirlidir. Lakin bu çox təsir eləmişdi mənə. Bir gün Həzrət Ömər radiyallahu anh Allah Resulü'nü sallallahu aleyhi ve selləmi həsir üzərində yatarkən görmüşdür və həsirin izi bütün bədəninə çıxmışdır. Allah Resulü izi yansımışdır və Həzrət Ömər demişdir ki, krallar Allah şərik qoşduğu halda taxt-taclarda yaşayırlar. Sənsə ey Allahın Rəsuludur, bu durumdasan. Allah Resulü sallallahu aleyhi ve sellem də ona qarşılığında demişdi ki, istəməz misən ya ömür? Dünya onların, ahirət isə bizim olsun. Bir gün Allah Resulü sallallahu aleyhi ve sellem Məkkənin Kəbənin qabağında namaz qılarkən müşriklər onun üzərinə dəvək salatını tükürlər və orada Fatimə namaz gəlir, üzərindən təmizləyir, ağlayaraq, ağrısı biraz kövrəldir. Məkkənin fəth edilməsi, Məkkədə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə düşmənçilik edənləri mərhəmət edib bağışlanması, bunları bağışlanması. Allah razı olsun. Sağ olun, amin əcməin.